Dulusçuluq sənəti Azərbaycanın ən qədim sənət növlərindən biridir. Mütəxəssislər bildirirlər ki, bu sənətin ilk dəfə meydana gəlməsi neolit dövrünə təsadüf edir. Əvvəlcə sırf qadınların məşğul olduğu dulusçuluq zaman ötdükcə neolit dövründə artıq müstəqil bir sənətə çevrilir. Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, İsmayıllı, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə və digər bir çox şəhərlərində saxsı qabların hazırlanması haqqında məlumatlar var. Bu məlumatlardan aydın olur ki, Şəki xanlığının bir çox kəndlərində gil qablar hazırlanıb. Günümüzdə dulusçuluq sənəti daha da inkişaf edib desək yanılmarıq. Çünki addım başı hər bir mağazada keramika qablarının satıldığı suvenir. Bu cür rəngli və ya rəngsiz dulusçuluq nümunələrinə çox rast gəlirik. Bu isə onu göstərir ki, yeni nəsil öz qədim sənətinə sahib çıxır, onu yaşatmağa çalışır. İstifadə etdiyimiz qabların əksəriyyəti yəni dulusçuluqdan gəlir. Onun düzəldilməsi, işlənməsi, məsəl üçün simvolik olaraq da nar elementləri var, limon elementləri var ki, hansı ki biz bunu keramik qablar düzəldirik və onlar bişir. Bişəndən sonra artıq biz onun üzərinə rəsmlər çəkməyə başlayırıq. Dulusçuluq məmulatlarından məişətdə müxtəlif məqsədlərlə istifadə olunur. Su, ərzaq, süd məhsullarının saxlanılmasında gil qablardan istifadəyə daha çox rast gəlinir. Dulusçuların söylədiyinə görə bu sənətin ustaları 50-60 adda və müxtəlif çeşidli gil qab-qacaq düzəldirlər. Əsas belə izah edeyim sizə ki, fərqli əşyalar düzəltmək olur. Məsələn, qablar, stakanlar, keramik saxsı qablar, biti qabları və demək olar ki, bişdikdən sonra bu bizim üçün istifadəyə, eyni zamanda qədimdə belə bir şey var idi ki, çox adam bundan istifadə edirdi, o məqsəddir ki, öz qablarını özləri düzəldirdilər və özləri istifadə edirdilər. Dulusçuluq eynən zərgərlik kimi səbr və incəlik tələb edən bir sənətdir. Saatlarla çarxın arxasında oturub hər hansısa bir məişət əşyasını öz əllərinlə yaratmaq insana zövq versə də çətinlikləri də var. Ona görə ilk başlayanlar üçün yayma dulusçuluq növü tövsiyə olunur. Texnika adətən masaüstü yapma texnikası gedir və çarxdan əlavə olaraq burada ancaq əllərdən istifadə olunur, pedaldan istifadə olunmur və sudan daha az istifadə edərək burada hazırlayırıq. Sadəcə əlimizlə forma veririk, istədiyimiz formaya gətiririk və sudan ancaq lazım olan vaxtlarda, nə vaxt ki, gili axı bu şəkildən naziləşdirəndə çatlar filan əmələ gəlir, ancaq o zaman çox az sudan istifadə eləyərək burada əmələ gələn çatları, barmaq izlərini bağlayaraq forma hazırlayırıq. Dulusçu ustaları bildirirlər ki, keyfiyyətli saxsı qabların uzun ömürlülüyü onların hazırlanma texnologiyasından asılıdır. Əslində, keyfiyyətli saxsı qabın üstünə ağır bir şey qoyanda o sınmamalıdır. Saxsılar bir-birinə toxunduqda şüşə səsi verməlidir. Qiymətləri isə ölçüsünə, üzərində olan təsvirlərə görə dəyişir. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.